Hazırda 36 yaşım var. 32-yə qədər yaşadığımı bilmirəm. Ondan sonra başlamışam deyənə bu terapiya falan. Ondan sonra indiki illərimi sayıram. Ondan qabaqkını saya bilmirəm. Amma bir sistem var. Biz bu sistemin içindəyik. Biz ora gələ bilmirik. Hələ də sən işləyirsənsə, hələ də sənin öhdəliklərin varsa, sən 9-6 rejimindəsənsə, sən onu tuta bilmirsən söhbəti. Bəli. Razısınız məndən. Bəli. Bu sistem axı bizi baxın, hisslərimiz başqa yerə aparır. O bədən qalıb üçün arasında da ruh, bədən, beyin arasında qalıb. Hisslərimiz başqa yerə aparır. Beynimiz başqa yerə aparır, bədənimiz başqa yerə aparır. Bəli. Nəticə ilə görürük ki, gün bitib, biz heç nə eləməmişik. Özümüzə vaxt qalmayıb. Hə, özümüzə vaxt Əslində qalmayıb. mən də demək olar ki, ömrümün böyük hissəsini elə yaşamışam və işdən ayrılanda da hətta o biraz onu yaşadım ki, indi nə olacaq, necə olacaq. Hətta evdə də soruşdular, necə olacaq, bilmirəm. Amma yaxşı olacaq. Yəni bu gün də mən burdayam və həqiqətən də hər bir şeyin xeyrə yönəlik olduğuna şahidəm həyatımda. Belə deyim də, zamanı gələndə, siz tam yetişəndə o istədiyinizə çatacaqsınız. Hələ ki sizi döyürlər. Mənə də çox döyüblər. Yəni bir dənə də kontent çəkmişdik biz qılıncla bağlı. Deyir, qılınc keçmişinə baxanda başa düşürdü ki, onu nəyə görə bu qədər döyürdülər, gah soyuq suya soxurdular, gah alova soxurdular. Yəni axırda qılınc nə olur? Kəskin bir qılınca çevrilir də. Yəni bizi döyürlər ta o vaxta qədər ki, biz artıq qılınca çevrilək. O ruhun istədiyi bir təcrübəyə və bilgiyə malik olaq ki, artıq bizə qorxmayaq, cəsarət olsun. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Erkin qiyası ilə quyuya enerji tökməklə də olmaz. Zərrə içində zərrə. Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Və arzuların gerçəkləşməsi texnikası adlı webinarlarımızı əldə edə bilərsiniz. Daha ətraflı videonun açıqlama hissəsindən oxuyun.